Son zamanlarda ən çox verilən suallardan biri C vitaminli serumunu yay aylarında istifadə edə bilərikmi? Bəli, C vitaminli serumunu yay aylarında da istifadə edə bilərsiniz. Əksinə, yayda C vitaminli serumu istifadə etmək çox tövsiyə olunur. Çünki bu serumun dərini qoruyan və canlandıran bir çox faydası var, xüsusilə günəşə daha çox məruz qalınan dövrlərdə. Yay aylarında C vitaminli serumunun faydaları: antioksidant qoruma, günəş şüalarının səbəb olduğu sərbəst radikallara qarşı dərini qoruyur, günəş ləkələrinin qarşısını alır, dərinin tonunu bərabərləşdirir və hiperpigmentasiyanın qarşısını alır. Kollagen istehsalını artırır, dərinin elastikliyini və parlaqlığını dəstəkləyir. SPF ilə birlikdə güclü qoruma təmin edir. Səhərlər C vitamini serumu üzərindən günəş kremi ideal bir kombini hesab olunur. Gələk istifadə qaydasına. Səhərlər üzünüzü təmizlədikdən sonra C vitamini serumu çəkin. Üzərinə ən az 30 faktorlu günəş kremi tətbiq edin. Axşam başqa aktiv maddələrdən, məsələn retinoldan istifadə etmək istəyirsinizsə, C vitamini serumunu başqa günə saxlayın. Əgər dəriniz çox həssasdırsa, əvvəl az miqdarda istifadə edib reaksiya olub-olmamağını yoxlayın. Bu və daha faydalı postlar üçün məni izləməyi, bəyənməyi, takib etməyi unutmayın. Hələlik.